Gözün aydın tapdıq. Baxtabər Rasimin neçə yaşı var? Məndən yüşədir. Neçə yaş? Vallahi 60 yaşına keçib. Sənin neçə yaşın var? Mən 45-ə keçəcəm. Biri bu Mayın 10 başı. yaş kiçikdir, o birisi 15 yaş böyükdür. Deməli, o birincidə necə idi yaş fərqi? Ona ilə normal 5-6 yaş yaşaydı məndən. Qurban, uşaqla təmasda oldun da, deyirsən sənin uşağındır. Oxşuyur, uşaq oxşuyur. Amma əgər uşaq mənə çıxmasa, vallahi ki, o insandan keçməyəcəm. DNK-nı istəyirsən, yoxsa? Bəli. İstəyirsən. Mən hər söz danışmaq istəyirəm. O insan yanında o qız uşağı yəni təraz böyüyə bilməz. Pasportda adın nədir? Qurban. Qurban. Bəli. Qızım, sənəddə nə yazdırmısan? Rəcəb deyim mənəm, mən də Rəcəb yazdırmışam. Ha. Sənə Rəcəb deyib Hə. adın. Rəqəbin nədir? Rəcəb. Günah Heç oldu olmasa da. bu bərabər yaşadığın kişinin adını öyrən də doğrudur. Ay xanım deyir ki, Rəcəbdir da adım. Özü də familiyasında Qurbanov deyir. Demir axı Muradov. Mənim o birinci ailəsi deyir ki, onun adı budur, familiyası budur. Mən ondan eşidirəm. Murasimi diləndirirdi. Allah haqqı. Dəqiq. Yox, özü dedi ki, gedin mən meclisdən köməklik istəyirəm. Bizim uzarda elə verirlər, köməklik eləyirlər. Hoş geldin hanım. Vəfa mənim televizorumu, telefonumu, arabamı götürüb aparır. Özümü də diləndirirdi məsciddə. Babam da özü gətir bizdə də hələ. Mənə yalvarır ki, məni apar özünlə saxla, oğlum əskəridən gəlincə. Gündə bir dənə 10 uşağı var hər arvadda, 5 dənə arvadı var onun. Sən də 6-cı oldun. Hə. Niyə? Hamısı gedəndən sonra bilirəm mən bu şeyləri. Gəl. İndi nə edirsən? Gedirsən, tək ana kimi sənəd alırsan. DNK bu qurbanın sənin uşağının atası olub olmaması üçün bu lazımdır. Çünki yazdığın Rəcəb, sənəd, qurban bu mümkün deyil. Mənimki. Başqadan bax, indi baxıram, o qız danışır. Aha. O elə təsəvvür edir ki, hamısını yalan danışır. O Rasim bizdən qatı bir qonşudur. Aha. Özdə xəstədir. Aha. Hambal işləyir bazarda, 20 qəpiyə araba sürür, 5 daşıyır, muşuq çıxardır, cəmaatın o dənizat daşıyan. Özdəki qaranlıq bir otaqda yaşayır. O qız gəldi, bir il heç onun yanında qalmadı, düzəməli, 5. Hə, o elə bil ki, təsəvvür edir ki, o qız çıxdı getdi. Çıxıb gedəndən hardasa 5 il sonra dedi ki, mənim uşağım var, sənin üstündədir. Gətirdi burada aliment kəsdirdi. Aha. Aliment verir, bax o vəziyyətlə aliment verir. Deyir uşağım var, aparıb Kürdəmirdə qoyub məscidə onu diləndirir. Gəl apardım Maçdağa xəstəxanasına ki, sən xəstəsən, sən qoyun bura, sən pensiya kəsdirim, kartın məndə qalsın. Ora da apardı kişini. Bəli, bax bu yaxında, hardasa 2 ay olmaz. Oradan da deyiblər ki, sən xəstə deyirsən, sən normal adam. Rasimi aparıb ruhi psixoloji dispanserə də yerləşdirmişsən. Bəli, hə, günə 15 manat, 20 manat verməni diləndirirdi. Bıçağı bir dəfə un alma, nə tər soxdursa, təzə bax keçən operasiya. Vay, nə danışırsınız? Alnından Nədir? işi götürdü həkimlər, onu da bazar zamanı sağ olsun. Ne deyir? Bazarın o yanında. Deyir, ona qarşı, yəni bıçaqla nəsə də, yəni. Oyda, nələr olacaq elə. Aydın, çox sağ olun, çox sağ olun. Kim?